57-ci hədis. Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm belə buyurur. Allah Taala belə buyurur. Hər bəndəmi behiştə aparmaq istəsəm, bu dünyada onu xəstəliyə düçar edirəm. Əgər bu xəstəlik onun günahlarının kəffarəsi üçün kifayət eləsə, daha yaxşı. Yox, əgər kifayət eləməsə, ölümü onun üçün çətinləşdirirəm ki, heç bir günahı olmayan halda qiyamətə gəlsin. Əgər bir bəndəmi axirətdə cəhənnəmə daxil etmək istəsəm, dünyada ona sağlamlıq verərəm. Əgər sağlamlığı onun gördüyü işlərin əvəzi olmazsa, yəni gördüyü yaxşı işlər çox olsa, onu padşahın xofundan əmin-əmanlıqda saxlayıram. Əgər bu da onun yaxşı işlərinin müqabilində kifayət eləməsə, ruzisini bol edərəm. Bu da kifayət etməsə, ölümünü asanlaşdıraram ki, axirət aləminə qədəm qoyanda, hətta birdən olsun belə, yaxşı əməli qalmasın. Bundan sonra onu cəhənnəmə daxil edərəm.